Salam əziz şagirdlər, bugünkü mövzumuz qoşmaların yazılışı ilə bağlı ev tapşırığıdır. Əvvəlcə tapşırığın şərtinə diqqət edin. Qoşmaların orfoqrafiyasını nəzərə almaqla cümlələri qruplaşdırın. Demişdik ki, bizim qoşmalar həm bitişik, həm ayrı, həm də bitişik və ayrı yazılır. Gəlin diqqət edək. Mən dostumla kinoya getdim. O məktəb haqqında məlumat verdi. Uşaqlar dərsin axırınadək işlədilər. Evə sarı hərəkət etməyə başladı. O səhərəcən gözlədi və nəhayət dünənədək buna inana bilmirdim. Bu cümlələr bizə təqdim olunub. Gəlin biz onun doğru və yanlış olduğunu müəyyən edək. Deməli, bizim düzgün yazılmış qoşmalarımız 1, 3 və 5-dir. Yanlışlarımız isə hansılardır uşaqlar? 2-ci, 4-cü və 6-cı sıralardakı. Növbəti tapşırığımıza keçid edək. B tapşırığı. Kimi, səvayı, can, dək, tək qoşmalarını düzgün yazılış qaydalarına əməl etməklə müvafiq sözlərə artıraraq cümlələrdə işlətməliyik. Gəl, diqqət edək. Sənin kimi sadiq dost tapmaq çətindir. Uşaqlar, diqqət edək burada. Səndən savayı bu işi bacaracaq başqa kimsə yoxdur. Siz özünüz digər cümlələrə də əlavə edə bilərsiniz bu qoşmalarımızda. Axşamacan kitab oxuyacağam. Səhərədək pəncərədən yağan yağışı izlədim. O dağ tək, məğrur və qürurludur. Uşaqlar, bilirsiniz ki, kimidir, təkdir, bu cür qoşmalar bədii ədəbiyyatda daha çox işlənir və bunlar bədii ədəbiyyatda təşbih adlanır. Bu əlavə məlumatla da silahlansanız daha uyğun olar. Deməli, nümunələrə nəzər yetirin və verilmiş qoşmaları fərqli cümlələrdə də siz işlədin uşaqlar. Növbəti tapşırığımızda isə cümlələrdə orfoqrafik qaydaya uyğun olmayan qoşmaları qoşulduğu sözlə birgə seçib düzgün şəkildə yazmalıyıq. Gəlin diqqət edək və düşünək, bu hansı sözlərdir? Azad fikrini cəmləmək üçün gözlərini yumub sakitləşməyə çalışdı. Uşaqlar, burada görürsünüz ki, cəmləmək üçün yazılıb. Burada cəmləmək üçün, bilirsiniz ki, üçün səbəb anlayışı, səbəb məqsəd anlayışı verir, çaları yaradır. Eyni zamanda uşaqlar, bizim bədii ədəbiyyatda bu cür üçün qoşması bəzən bitişik yazıla bilər. Amma bizim bu cür cümlələrimizdə isə onların yazılması doğru deyil. Deməli, bizim elə birinci cümləmizdə, baxın, bu hissə nədir? Yanlışdır. Uşaqlar axşamacan çalışdılar. Dərsimizdən də aydın idi ki, bizim tək-hecalı qoşmamız bitişik yazılmalıydı. O yay tək dartınıb yuxarı atıldı və topu səbətə atıldı. Burada yay tək görürsünüz ki, bənzətmə qoşmasıdır. Yenə burada bizim bir yanlışlığımız var. Anar səhərədək yatmayıb atasının dedikləri haqqında düşündü. Burada da bizim yanlışlıq var. Nailə rəfiqələri ilə gəzməyə çıxmışdı və nəhayət anası üçün bayrama gözəl hədiyyə hazırlamışdı. Gəlin bunların da üzərində siz düşünün və yanlışlıqlarınızı aşkar edin. Uşaqlar, inanıram ki, qoşma bölməsi sizə rahat və aydın oldu. Sağ olun, növbəti dərslərdə görüşənə qədər